Çöl heyvanları. Yer kürəsində müxtəlif heyvan növləri yaşayır. Çöl heyvanları insanların qayğısından uzaq qaldıqları üçün vəhşi təbiətə uyğunlaşıb. Çöl heyvanlarını qidalanma növünə görə 3 qrupa ayırmaq olar. Ət yeyən heyvanlar, ot yeyən heyvanlar və hər şey yeyən heyvanlar. Ət yeyən heyvanlar əsasən başqa heyvanların əti ilə qidalanır. Bu heyvanlar təbiətdə tarazlığın qorunmasına kömək edir. Onlar ölmüş heyvan qalıqlarını yeyərək ətraf mühitin təmiz qalmasında vacib rol oynayır. Şir, pələng, pantera, canavar, ayı, vaşaq, çaqqal, tülkü, kaftar, leopard və çita ət yeyən heyvanlara nümunədir. Ot yeyən heyvanlar isə müxtəlif bitkilərlə qidalanır. Fil, zebra, zürafə, ceyran, maral, kərgədan, kenguru, dovşan, koala, panda və qunduz ot yeyən heyvanlara nümunədir. Bəzi heyvanlar isə həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır. Bu heyvanlara hər şey yeyən heyvanlar deyilir. Qaban, meymun, kirpi, porsuq, dələ, siçovul və yenot hər şey yeyən heyvanlara nümunədir. Bəzi heyvanlar həm suda, həm də quruda yaşamağa uyğunlaşıblar. Begemot, timsah, tısbağa, qurbağa, bəzi ilan növləri, su iti, morj, ağayı və dəniz fili bu heyvanlara nümunədir. Heyvanlar haqqında maraqlı faktlar. Quruda yaşayan ən böyük heyvan fildir. Zürafə isə yer kürəsində yaşayan ən hündür heyvandır. Şir heyvanlar aləminin kralı adlandırılır. Tülkü ən hiyləgər heyvanlardan biri hesab olunur. Dünyanın ən sürətli heyvanı çitadır. Kenguru balasını qarnındakı kisədə daşıyır. Panda əsasən bambuq bitkisi ilə qidalanır. Zebraların zolaqları bir-birindən fərqlənir və eyni olmur. Tısbağa həm ən asta hərəkət edən, həm də ən uzun ömürlü heyvanlardan biri hesab olunur. Ayı, porsuq və kirpi qış yuxusuna gedən heyvanlardandır. Kirpi təhlükə hiss etdikdə top kimi yığılır. İlan, timsah və tısbağa sürünən heyvanlardır. Çöl heyvanları da təbiətin vacib hissəsidir. Buna görə də onları narahat etmək və yaşadıkları mühiti çirkləndirmək olmaz. Yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri aça bilərsiniz. Fikirlərinizi şərhlərdə qeyd etməyi unutmayın. Öncədən təşəkkürlər.